Dinimizə nəzər salanda din ərəb sözüdür. Mənası əvəz, cəza, şəriət və hesabat mənalarını bildirir və din termin olaraq insanları düzgün yola istiqamətləndirmək, dünya və axirət saadətinə çatmaq üçün Allah tərəfindən yer üzərinə göndərilmiş peyğəmbərlər vasitəsilə etiqadi prinsiplər, əxlaqi normalar və əməli qanunların məcmusudur. Dinsiz insan həyatda heç vaxt saadətə çata bilməz. Yəni, inamsız insan həyatda heç vaxt xoşbəxt ola bilməz. Bu günləri qərb alimləri deyirlər ki, din yaranmışların yaradan qarşısındakı Allah, cəmiyyət və özü qarşısındakı mülahizələr toplusudur. Mənası budur ki, din elə ibadətdir. İbadət də iki məqulədən, iki ünsürdən ibarətdir. Yəni, ibadət insan ağlının qəbul və təsdiq etdiyi bir əməldir ki, insan onun vasitəsilə yenilməz bir qüvvəyə, ilahi dərgahına yaxınlaşır. Və yaxud da məhəbbət içərdən gələn bir əməldir ki, insan onun vasitəsilə Allaha aşiq olur. Allah Quran-Kərimdə ayədə qeyd edir, hər kim İslamdan başqa digər bir dinin ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz. Yəni, biz bu günləri ibtidai dövrümüzə nəzər salanda, ibtidai dövrdə insanların dini etiqadları üç təfəkkür tərzi üzərində qurulmuşdu. Fetişizm, animizm, totemizm. Animizm, anima sözündən götürülüb və mənası ruha pərəstiş, ruhun varlığına etiqad etmək, bəsləmək mənasını bildirir. Dünyanın bir çox yerlərində belə insanlarla qarşılaşmaq olar və xristianlıq dininə nəzər salanda, xristianlıq dini özü üç qrupa ayrılır. Katoliklərdir, pravoslavlardır, protestantlardır. Katoliklər Roma papasının hakimiyyətini qəbul edir və onları özləri üçün dini rəhbər hesab edirlər. Pravoslavlar Roma papasının hakimiyyətini tanımır, patriarx adlı dini rəhbərə tabe olurlar. Yəni, orta əsrlərdə siyasi mübarizə məktəbi kimi meydana çıxmış, protestantlıqda isə əksinə Papaya qarşı tam tabesizlik və etiraz motivləri əsas götürülür. Allah Quran-Kərimdə ayədə buyurur ki, İnnə din indəllahil İslam. Allah yanında ən dəyərli, ən gözəl bir din vardırsa, o da İslam dinidir.